yanma reaksiyalarına ait sizə bir tapşırıq verin. Bu tapşırığı da iş vərəqlərinizdə işləyin və cavablarını qeyd edin. Sonra hansı cavab olacaqsa onu müzakirə edin. Cevaplarınızı qeyd edin. Kağıdınız var mı? Deməli, burada yanma reaksiyasıdır və 1 mol buram yanma məhsulları nə olacaq, neçə litr olacaq, karbon qazı nə qədər olacaq, su neçə qram olacaq. Bunları müəyyən etmək lazımdır. Bir dəqiqə vaxt verirəm, cavablarınızı qeyd edin. Tapşırıqlarınızı sonra müəyyən edin.